AFFA İcra Komitəsi tərəfindən bu ilin 3 fevralında qəbul edilmiş Azərbaycan futbolunun inkişafı strategiyası və bizim futbolun gələcəyi ilə bağlı olacaq. İlk növbədə İcra Komitəsi üzvlərinə və şəxsən AFFA prezidenti Rövşən Nəcəfə göstərdikləri etimada görə bir daha təşəkkürümü bildirirəm. Bu vəzifənin nə qədər məsuliyyətli və vacib olduğunu dərk edirəm və öz tərəfindən Azərbaycan futbolunun inkişafı və daha yüksək yerlərə gəlməsi üçün tam gücümlə çalışacağımı söz verirəm. Bu bir həqiqətdir ki, Azərbaycan futbolunun hazırki durumu ürəkaçan deyil. A millimizin aşağı yaş millilərinin nəticələri hamımızı üzür və təəssüf ki, Avropada outsiderlar sırasındayıq. Bunu hamımız qəbul edib, bu durumdan düzgün nəticə çıxarıb, futbolumuzu bu uzun müddətli uğursuzluqdan çıxarmaq yolunu tapmalıyıq. Biz AFFA rəhbərliyi inanırıq ki, qəbul etdiyimiz strategiya Azərbaycan futbolu layiq olduğu yerlərə, yüksəklərə çıxaracaq. Əminəm ki, bu zalda əyləşən hər kəs 2 ay əvvəl qəbul edilən strategiya ilə artıq tanışdır. Mən oradakı tezisləri, müddəaları səsləndirməklə dəyərli vaxtınızı hərcəmək istəmirəm. İnkişaf strategiyasında yazılan bir çox maddələr, bəzi təəssüf ki, tənqidçilər tərəfindən gerçəkçi real görsənməsə də, biz yalnız onlara həyata keçirməklə uğurlu ola biləcəyimizə inanırıq. Bunun üçün ilk növbədə biz inkişaf strategiyasını action plana, yəni fəaliyyət planına çevirməliyik. Düzgün plan işin yarısıdır deyirlər. Hazırda AFFA-nın idarəçi komandası bu plan konkret addımlar və layihələr üzərindən işləyir. Onu da bildirim ki, strategiyanın həyata keçirilməsi artıq gündəlik rutin işimizə çevrilir və bu yanaşma mən seçildiyim və AFFA-da fəaliyyət başladığım gündən tətbiq olunur. Yəni, inkişaf strategiyasını qəbul etdiyimiz gündən. Dəyərli həmkarlar, nədən başlamalıyıq? Fikrimcə, AFFA-nın institusional inkişafından, güclü kadrların işə cəlb edilməsindən, məsuliyyətlilik, cavabdehlilik yanaşmasının qəbulundan. Təəssüf ki, hər üç istiqamətdə ciddi nöqsanlarımız, problemlərimiz var. AFFA-nın hazırki strukturu və kadr potensialı qoyulan məqsədlərin çatması üçün yetərli deyil. Bu mənada ciddi dəyişikliklər olacaq. Müasir futbol idarəçiliyi qarşımıza yeni tələblər, müasir standartlar qoyur. Hədəflərə çatma və işə, nəticəyə cavabdehlik standartları, fəaliyyət və maliyyə effektivliyi standartları, yalnız bu standartların uğurlu tətbiqi müasir dünya və Avropa futbolu ilə ayaqlaşmağa bizə imkan verəcək. Ancaq bunu gerçəkləşdirməklə strategiyanın uğurlu həyata keçirmək olar. Strategiya fəaliyyət planı həyata keçirmək üçün AFFA strukturunda yeni strategiya layihə qrupu yaradılacaq. Qrupun tərkibində strategiyada belirlənən prioritet istiqamətlər üzrə liderlər təyin olunacaq. Bu istiqamətlər təhsil və inkişaf, kütləvilik və inklüzivlik, infrastruktur və dayanıqlılıqdır. Bu qrup AFFA-nın struktur